Komfort zonası ifadəsini yəqin ki, bir çoxunuz eşitmisiniz. Bu videoda komfort zonası həyatımızı necə monotonlaşdırır və biz komfort zonasından necə çıxa bilərik bu haqqda danışacağam. Komfort zonası tanış, təhlükəsiz bir yerdir, amma inkişafımıza çox mane olur. Beynimiz yeni şeyləri risk kimi qəbul elədiyinə görə hər dəfə bizə burada qal siqnalı verir. Biz isə elə olduğumuz yerdəcə dayanırıq və heç bir hərəkətə keçə bilmirik. Amma əsl böyümə, dəyişiklik elə tanış olmayan o yerlərdədir. Komfort zonasında qalmaq bizə indi çox rahat gələ bilər, amma gələcəkdə bunun üçün çox peşman ola bilərik. Elə indi danışacağım hekayə də bunu izah eləməyə çox kömək olacaq. Uzaq kəndlərin birində Qraf adında bir gənc yaşayardı. Qrafın həyatı hər gün eyni cür keçirdi. Eyni yeməklər, eyni yollar, eyni işlər. Sanki günlər bir-birinin surəti idi. O isə heç vaxt bunu sorğulamazdı. Bəzən yuxularında özünü qızıl bir qəfəsin içində görərdi. Qəfəs parıldayır, amma onu boğurdu. Bu yuxunun mənasını heç cür anlaya bilmirdi. Ta ki, kəndə bir səyyah gələnə qədər. Səyyah özü ilə qəribə bir xəritə də gətirmişdi. Tezliklə kənddə hamı ondan danışmağa başlayır. Səyyah xəritəsi ilə insanları yeni yerlərə aparır, onlara tamam başqa həyatların qapısını açırdı. Bir gün qraf dözə bilməyib səyyahdan xəritə haqqında soruşur. Səyyah gülümsüyüb ona cavab verir ki, bu xəritə kəndin ətrafındakı ərazilərin xəritəsidir. Əgər istəsən, mən səni də apararam. Qraf donub qalır. Daxilində bir səs deyirdi ki, getmə, burada qalmaq daha rahatdır. Amma başqa bir səs də pıçıldayırdı ki, bura artıq çox darıxdırıcıdır. Bəlkə də qəfəsin açarı elə buradadır. O yuxusunu da xatırlayaraq qərar verir ki, səyyahla yola çıxacaq. Yol çox çətin idi, dağlardan, çaylardan keçirdilər. Hər dəfə bir maneə çıxanda qraf geriyə dönmək istəyirdi. Amma yeni bir mənzərə, yeni bir insan gördükcə yola davam eləmək üçün özündə güc tapırdı. Sonda səyyah qrafı nəfəs kəsən gözəllikdə bir vadiyə gətirir və sakitcə ona, əgər kənddə qalsaydın, heç vaxt bu vadini görə bilməyəsiydin deyir. O qızıl qəfəsdən heç vaxt çıxa bilməyəcəkdin. İndi təsəvvür et ki, qraf o kənddə qalsaydı, heç bütün bu yeni təcrübələrin dadını bilməyəcəkdi. Həyatının sonunda geri dönüb baxanda görəsi idi ki, sakit, boş, mənasız bir həyat yaşayıb. İndi isə çox vacib bir məqam var. Mən bu videoda sizə boş-boş motivasiya cümlələri deməyəcəm. Çünki motivasiya çox sürətlə keçir. Bir anlıq motivasiya ilə hərəkətə keçirik, amma qalıcı olmur. Əslində əsas məsələ komfort zonasını dərk eləməkdir. Komfort zonasını həqiqətən başa düşəndən sonra komfort zonasından çıxmaq üçün elədiyimiz hərəkətlərimiz daha məqsədli və daha uzun müddətli olur. İndi isə sənə komfort zonasından çıxmaq üçün 4 praktik addım deyəcəm. Bir anda çox böyük dəyişikliklər eləmək səni qorxuda bilər. Ona görə də kiçik addımlardan başla. Hər gün getdiyin yoldan fərqli bir marşrut seç. Tanımadığın biri ilə salamlaş və ya həftə sonu heç bilmədiyin yeni bir yerə get. Bu kiçik addımlar beynini yeni şeylərin qorxulu olmadığı düşüncəsinə öyrəşdirəcək və inan ki, bir müddət sonra daha böyük addımlar atmaq çox daha rahat olacaq. Çox vaxt biz qorxularımızın içində itirik. Amma dayandıqda və bu sualı verdikdə görürük ki, ən pis ssenari belə düşündüyümüz qədər fəlakətli deyil. Yeni bir işə müraciət elədin və qəbul olmadınsa, sadəcə bir təcrübə daha qazanmış oldun. Bir təqdimat elədin, uğursuz alındısa, sən artıq yeni təqdimatlar üçün çox daha hazırlıqlısan. Qorxularını kağıza yazıb, ola biləcək ssenariləri gözlərinlə görsən, beynin dramatizmanı azaldacaq. Əgər bir şey sənə həm həyəcan, həm də narahatlıq gətirirsə, demək ki, orada inkişaf var. Qorxu həmişə beynin bizə göndərdiyi hələ hazır deyilsən siqnalı deyil. Burada böyüyəcəksən xəbərdarlığıdır. Ona görə də qorxduğun an geri çəkilmək əvəzinə onu bir yol göstərici kimi qəbul elə. Özünə hər dəfə bu narahatlıq və qorxuların səni daha yaxşı versiyana aparacağını de. Hər ayın sonu bir stəkan qəhvəni götür və özünlə hesablaş. Son 30 gündə hansı yeni addımları atdım və hansı riskləri aldım? Əgər siyahın boşdursa, deməli sən hələ də olduğun yerdəsən. Bu sadə analiz həyatında avtopilotu söndürməyə kömək olacaq və səni şüurlu şəkildə komfort zonasından çıxmağa məcbur eləyəcək. Ən əsası isə
İrəliləyişlərin nə qədər kiçik olursa olsun bunları qeyd elə. Xırda nailiyyətlər bu böyük dəyişim yolunda sənin əsas motivasiya qaynağın olacaq. Belə dostlar, ilk videomun sonuna gəldik. Mən sizə bu videoda sadəcə motivasiya vermək istəmədim. Çünki motivasiya keçicidir. Amma istəyirəm ki, bu videodan sonra xəyalların üçün kiçik də olsa bir addım atasan. Çünki dəyişiklik, böyümək həmişə bir addımla başlayır. Şərhlərdə isə atdığın yeni addımları yazmağı unutma. Bu videonu isə komfort zonasından çıxmaq istəyən bir dostunla bölüşə bilərsən. Məni dinlədiyin üçün təşəkkür edirəm və unutma ki, heç nə beynində böyütdüyün qədər çətin deyil.